Artıq serialın 4-cü bölümü yayımlanır. Amma İlham Əliyev hələ də susur. Çıxıb bu olaylara cavab verə bilmir. Millət İlham Əliyevi şərhlərdə yıxıb sürüyür. Amma İlham Əliyev el dili ilə desək, peysərə atıb yaşayır. Təkcə bu deyil. Axı ay İlham Əliyev, sənin gəlininə ağır ittihamlar səsləndirmişik. Niyə cəsarət toplayıb, çıxıb gəlinini müdafiə edə bilmirsən, ha? Mən Alyonanın kimliyini ortaya qoydum. Alyonanın Bala Heydərə kim tərəfindən soxuşdurulduğunu da ortaya qoydum. Alyonanın təzə villasını ortaya qoydum. Alyonanın kimlərin qucağında olduğunu ortaya qoydum. Amma sən, Aylham, atmısan qəlbinə. Mən onlara dedim ki, gedin, oturun yerinizdə. Əvəzində Alyonanı hər gün bahalı paltarlarda uşaq evlərinə göndərib şəkilləri paylaşırsan. Güya cəmaət çörəyi qulağına yeyir. Güya cəmaət görmür ki, bunların hamısı ucuz şoudur, ha? Ay millət, İlham Əliyev cinayət törədib və bizdən gizlədib. Bu kadrlara baxın, bu 2024-cü ildə keçirilən Azərbaycan parlament seçkiləridir. Və görürsünüzmü, Alyona Əliyeva həmin seçkilərdə səs verir. Əgər Alyona Əliyeva Azərbaycanda səs verirsə, deməli bu adam Azərbaycan vətəndaşıdır. Azərbaycan dilini bilməyən, Azərbaycan dilində yaza bilməyən, Azərbaycan dilində heç nə qanmayan adam necə vətəndaşlıq alıb, ha? Bəzən bu şeyləri demirəm vətəndaşlara ki, vətəndaşları irgəndirməyin. Əgər Alyona Bala Heydərlə nigaha girib vətəndaşlıq alıbsa, qanun deyir ki, o ən azı 5 il Azərbaycanda daimi yaşamalıydı. Onlar 2022-ci ildə nigaha giriblər. Necə ola bilər ki, Alyona 2024-cü ildə seçkilərdə Azərbaycan vətəndaşı kimi səs verir, ha? Üstəlik, eyni ildə Ukrayna privat bank hesabında Ukrayna vətəndaşı kimi pul köçürmələri edir. Buyurun, baxın, əlimdə Alyona Əliyevanın Ukrayna privat bankından olan çıxarışı var. Klienti privat bank Ukrayna. Görürsünüzmü? 2021-ci ildə Alyona Qonçar Aleksandrovna telefon nömrəsi, ad, soyad, doğum tarixi, hesab nömrəsi, müştəri informasiyası, ünvandan tutmuş Ukrayna pasport nömrəsinə qədər 2021, 2022, 2023 bu adam Ukrayna vətəndaşı ola-ola necə gəlib bizdə səs verir? Deməli İlham Əliyev burada da bizə kələk gəlib. Oğraş İlham Əliyev hər addım başı bu Alyona ilə bağlı bizə yalanlar danışıb və saxta informasiyalar verib. İlham Əliyev o qədər çıxılmaz vəziyyətə düşüb ki, necə cavab verəcəyini düşünüb tapa bilmir. İlham Əliyev elə göstərdi ki, güya onun ailəsi bütün ölkəyə nümunəvidir. Amma mən sübut elədim ki, İlham Əliyev öz gözündə tiri görmür, başqasının gözündə çöp axtarır. Bu ölkədə kim İlham Əliyevə qarşı çıxırsa, kim həqiqətləri deyirsə, ona ya erməni damğası vururlar, ya da Avropanın, Amerikanın agenti. Mehman Hüseynov və anası, ailəsi həqiqətən də erməni olsaydı, Azərbaycanda bizi nə gözləyirdi? En azından belki Muci Leyla ile birinci sen evlenmiştin. Ancak Mehman senin şansın yoktu. Senin anan. Faktiki Allah'a kurban olun. Birinci millet insan var. Millet demək olmaz ki kimse pis millettir ya yaxşı millət. Ən gülməlisi isə bilirsiniz nədir? Mənə və anama erməni damğası vuranda yenə saxtakarlığa əl atıblar. İlham Əliyevdən fərqli olaraq mən ailə üzvlərimi açıqcasına müdafiə edə bilirəm. Çünki əlimdə faktlar var ki, İlham Əliyev mənə şər atır. Emin və Mehman Hüseynov qardaşlarının analarının erməni olması ilə bağlı məlumat yayıldıqdan sonra 2020-ci ildə Real TV-də mənim dünyasını dəyişmiş anam ilə bağlı bir video reportaj edib. Güya Mehman Hüseynovun anası erməni imiş və güya bunu təsdiq edən adam tapıblar. Güya bu adam mənim anamı tanıyırmış. Mehman Hüseynov Rafiqoğlu'nun anası Fəngiz xanım ermənidir, əslən ermənidir. Bu reportajdan sonra mən bildirmişdim ki, ay İlham Əliyev, mənim anam erməni olsaydı, bugün mən sənin qızlarından biri ilə evlənmiş olardım və sən məni yüksək vəzifələrdə gəzdirərdin. Necə ola bilər ki, Mehmanın anası erməni ola-ola, onun digər oğlu İbrahim Hüseynov 25 ildən çoxdur ki, Azərbaycan ordusunda xidmət edir, özü də cəbhə həddində. Bu mənim ortancıl qardaşımdır, İbrahim Hüseynov. Bəli, bu adam 25 il Azərbaycan ordusuna xidmət edib və necə bir zabit olduğunu onu tanıyan hər kəs bilir. Bu o qardaşımdır ki, alçaq Əli Nağıyev yolda başına torba keçirib, uğurlayıb idarəyə aparıb və ona mənim seks videolarımı göstərib. Təsəvvür edirsiniz?
2020-ci ildə müharibə başlayanda bizim evimizə çağırış gəlmişdi ki, İbrahimi vətən çağırır. Vətənin sənə ehtiyacı var. Deməli bu oğraş İlham Əliyev həm bizi erməni çıxardır, həm də bizi müharibəyə çağırır. Mən həmin vaxt Suraxanı voyinkomatı ilə görüşdüm və dedim ki, bu cındırbağları Real TV-də bizim ailəmizi erməni çıxardıb. İndi isə deyirsiniz ki, gəl gedək döyüşməyə. Nə vaxt ki İlham Əliyev mənim ailəmdən üzr istəyər, onda da ordunun zabitini çağırar orduya. Bu söhbətdən dərhal sonra mən DTX-nın rəisi Əli Nağıyevlə üz-üzə görüşmüşəm və xidmət rəisi mənə bildirib ki, bəs narahat olma, videonu efirlərdən çıxarmışıq. Çünki sizin ailənizə təsadüfi adam şər atıb. İlham Əliyevin bundan xəbəri yoxdur və s. Əlbəttə ki, Əli Nağıyevin mənə danışdığı şeylər nağıl idi. Məhz İlham Əliyevin tapşırığı və Əli Nağıyevin vasitəsilə mənim anama şər atdılar ki, güya o ermənidir. Həqiqətən də 2020-ci ildən sonra mənim anamla bağlı video hər yerdən pozulmuşdu. İçimdə bir narahatçılıq var idi ki, bunu boşuna pozmayıblar. Nəsə var idi o videoda. Mənə bir mənbədən yazdılar ki, salam, mən bilirəm o vaxt sənin anana bu şər kampaniyasını kim təşkil edib? Əli Nağıyev sənin anana şər atmaq üçün DTX agentini, işverənini istifadə edib. O, Suraxanı rayon DTX şöbəsinin işverənidir və sənin illər əvvəl oxuduğun 141 nömrəli məktəbdə işləyir. Bu adam əlavə olaraq həm də İlham Əliyevlə şəxsən tanışdır. Düşündüm axı, bu necə ola bilər? Əli Nağıyev mənə demişdi ki, anana şər atan qadın təsadüfi adamdır və bizlə İlham Əliyevlə əlaqəsi olmayan biridir. Bəli, bu adam mənim oxuduğum məktəbdə işləyib, amma ailəmizlə heç vaxt əlaqəsi olmayıb, anamla yaxın olmayıb. Bu adam durduq yerə niyə bizə şər atmağı qərara alıb? Mən də sizə arxalanıram. Səmamız aydındır. Bilirsiniz ki, İlham Əliyev hər dəfə hansısa rayona, park açılışına gedəndə onun qabağına sadə vətəndaşları yox, DTX və polisin işverənlərini, agentlərini çıxarırlar. İlham Əliyevin qarşısına heç vaxt təsadüfi adam çıxa bilməz. Yalnız DTX-nın etibar etdiyi öyrədilmiş şəxslər çıxır. Elə bu xanım anama erməni damğası vurduğu ildə İlham Əliyev Qaraçuxura parkın açılışına gəlir və nə görsək yaxşıdır. İndi səhər saat 5-ə kimi gəldi. 10 milyonuncu Mehriban xanım oldu. O bizim məktəbdə birinci sinifə gəldi. Ailəsi ilə də çox mehriban, yaxın əlaqəmiz olmasa da, onun anası Fəngiz xanım ermənidir, əslən ermənidir. Sonra adı dəyişdirilib Azərbaycan adı qoyulub ona. Mən axı sizə demişdim, İlham Əliyevin nə qədər şəxsiyyətsiz, nə qədər oğraş, nə qədər alçaq adam olduğunu sübut edəcəm. Görürsünüzmü? Əli Nağıyev mənim anama şər atan DTX işverənini İlham Əliyevin qarşısına çıxardır. İlham Əliyev mənim ailəmə şər atıb, amma mən ona şər atmadan oğraş olduğunu bütün ölkəyə göstərdim. İlham Əliyevin cinayətləri bir deyil, iki deyil. O özü nə qədər əxlaqsızdırsa, gəlini Alyona Qonçar da bir o qədər əxlaqsızdır. Diqqətlə baxın, mən anamı açıq-açıq müdafiə edə bilirəm. Çünki bizim alnımız açıqdır. İlham Əliyev, sən amma ifşa etdiyin gəlinini müdafiə edə bilmədin. İlham Əliyev, erməni olmaq ayıb deyil. Amma Ukrayna vətəndaşının Azərbaycanda səs verməsi, bu millətin pulunu uğurlayıb öz əyin başına xərcləməsi, Azərbaycanca danışa bilməyən Ukrayna vətəndaşının gəlib Azərbaycan alimlərinə Azərbaycan dili ilə bağlı leksiya oxuması birbaşa çox-çox üzr istəyirəm. Qəhdikdir. Alyona Qonçar Əliyeva demək olar ki, mənimlə yaşıddır. Mən ömür boyu həqiqətlərin axtarışındaydım. O isə yoğun, üzr istəyirəm, harınlanmış ər axtarışında.